və bu kod əsasında da kiçik bir oyun oynayacaq. Amma başlamamışdan əvvəl 5 dəqiqəlik öz universitetimizi tanıtmaq istəyirik. Adam Universitetinin Azərbaycanda 4 filialı var. Bu Qazax filialı, Gəncə, Şəki və Bakıda. Gördüyünüz üzrə təxminən 5000 yaxın tələbə, 7 fakültə və 35 ixtisasdan ibarətdir və 288-də əcnəbi, yəni xarici tələbə var. 2025-ci il üzrə qəbul nailiyyətlərimizdir. Burada gördüyünüz üzrə 6 dənə fakültə və ixtisaslardır. Biz özümüz də Artida Mühəndislik fakültəsində oxuyuruq. Adam Universiteti 50 dənə ölkə nəqliyyat təşkil edir. Yəni siz 2-ci, 3-cü kursdan artıq xarici ölkələrdə gedib təhsilinizi davam etdirə bilərsiniz. Adam Universitetindən deyim, SAT, IB və ADA məktəbi üzrə qəbul edilir. SAT ilə qəbul olmaq istəyirsinizsə, minimum 1600-dən 1300 bal almalısınız. Dildən isə 700 baldan minimum 400 bal almalısınız. Kənd təsərrüfatı isə istisnadır, bundan 300 bal almanız kifayətdir. Və oxuyan tələbələr üçün 10-11 siniflərdə ortalama 2 olmalıdır, yəni 2 və üzəri. IB, A-level və A2-dir. IB-dən sadəcə hüquq-şünaslıq üçün 30 bal tələb olunur, qalan bütün ixtisaslar üçün isə ballar eynidir. Dövlət sifarişli yerlərini gəlib təhsil ala bilərsiniz. İqtisadiyyat, maliyyə, riyaziyyat, informatika, texnologiyalar, kompüter elmləri və kompüter mühəndisliyi hər birinə 30 yer ayrılıbdır. Buradakı danışıqlarımın qısaca məzmunudur, SAT balı, din balı və IB balıdır. Bugünkü mövzumuz bu saatdır. Hər şeydən qabaq bunu izah eləmək istəyirəm ki, kompüterlər insan kimi düşünə bilmir, insan kimi qərar verə bilmir və insan kimi məntiqli deyil. Və buna görə də kod anlayışı ortaya çıxmışdır. Kod insan dilini kompüter dilinə çevirən anlayışdır. Bildiyimiz kimi kod anlayışını sadə dildə necə izah edə bilərik? Kod anlayışını belə düşünün, kiçik bir robot fikirləşin və siz ona əmrləri verirsiniz, o sizin əmrlərinizi yerinə yetirir. İlk isə biz bir sistemə algoritmlər işləyirik. Algoritmlər nə deməkdir? Algoritmlər siz sistemi addım-addım məcbur edirsiniz ki, o sizin əmrlərinizi daha dəqiq şəkildə izləsin. İndi isə biz algoritmləri qururuq ki, həmin bir sistemi daha dəqiq şəkildə işlədək. Biz burada kod vurduq. Və biz burada nəyi anlayırıq? Biz sistemə əmrləri yerinə verdik və sistem bizim əmrlərimizə uyğun hərəkət etməyə başladı. Burada gördüyünüz kimi hərəkət şəkli çox random şəkildə, xaotik şəkildə hərəkət edilir. Amma bizim ikinci məsələmizdə belə deyil. İkinci məsələmizdə isə bizim eləmək istədiyimiz fərqdir. Biz şimdi uzaqlıqların işlərin bütün bloku mənzəmək məqsədimiz. Və başlayaq. Gələk də gördüyünüz kimi düz hərəkət etməliyik, horizontal şəkildə. Ona görə biz ilk bucağımızı bildirək, ilk bucağımızda təbii ki 0 dərəcə olacaq. Amma belə bir şey var. Biz bunu indi açsaq və oynamağa başlasaq, düz gedib divara dəyib orada dayanacaq. Ona görə burada divara dəyəndə onun aşağı tərəfə hərəkət edilməyini istəyir. Ona görə də bucağı 90 dərəcə dəyişir, 90 dərəcə artırır. İndi başlayaq görək bildik. Gördüyünüz kimi düz bucaqlı oldu, amma aşağı hərəkət elədilə bilməliyiksə, ancaq eyni düz bucaqlı üzərində hərəkət edir və burada nə edilir? Hər 500 milisaniyə, yəni 0.5 saniyədən sonra əgər başladığımız yerə olan məsafə 0-dırsa, onda bir hərəkət 90 dərəcə dönməyini təşkil edilir. Getdikdən sonra bir blok aşağı düşəcək və yenə eyni şəkildə uzaqları durmağa davam edir. Gördüyünüz kimi aşağı düşdü və bütün yanımızı doldurmağı bacarır. Biz səthi yuxarıdan aşağı sıra ilə boyayaraq doldurmağa çalışırıq. Gördüyümüz kimi boyayan zaman bir divara dəyir, biraz aşağı düşür, sonra geri qayıdır. Biz bu algoritmi yaratmaq üçün bax E-yə istiqamət verməliyik. İndi nə etməliyik? Biz robotumuzun divara dəydikdən sonra aşağı düşüb geri qayıtması üçün 1 saniyə orada interval yaradıb, həmin 1 saniyədən sonra yenidən geri qayıtmasını ona bildirməliyik. Şimdi biz robotumuzu bu formada yapılsa, hərəkət istiqaməti divara dəydikdən sonra aşağı atılır. Amma görürük ki, bu olduğu yerdə təkrar hərəkət edir. İndi biz riyaziyyat sistemindən istifadə edəcək. Niyə? 90 dərəcə
dönmə əmsalı burada saat əqrəbi istiqamətindədir. Biz buna riyaziyyat əmsalı versək, bu zaman artıq tam tərsinə -90 dərəcə saat əqrəbinin əksi istiqamətdə dönməsini bulmaq istəyə bilərik. Başlanğıc üçün deyirik ki, istiqaməti sağ istiqamətdədir. Ondan sonra biz özümüzdən bir qiymət veririk. Adı əlcə. Bu qiymətin rəqəmi -90-dır. Divarı dəydikdən sonra biz dərəcə əmsalını -90-ı -1 ilə vururuq. O biri divara dəydikdə isə yenidən -1 ilə vurulduğu üçün saat əqrəbinin əksinə, yəni -90 dərəcə kullanır və bir dəfə daha aşağı düşməsinə müsaad olur. İndi oyunu daha əyləncəli eləmək üçün bir nəfəri birinci olan oyununuzu oynamağını tələb istəyirəm. Burada artıq o düşmənlə, siz düşmənlə qarşılaşırsınız və kim daha tez sahib rəngli isə o oyunun qalibi olur. İkinci level'da ise eğer tutsa biz kodumuzu daha da güçlendirip kazanmaya çalışacağız. Üçüncü level keçirik və burada da nəticələr görməyə çalışacağıq. Artıq biz burada uduzduq çünki kodumuz ard-arda kifayət qədər deyil ki, rəqiblər bilsin. İkinci isə keçək ikinci nümunəmizin oyun hissəsinə. Gördüğünüz gibi ilk rounda galip geldik. Gördüğünüz gibi ikinci rounda bizim məğlub oldu. Deməli bu məlumatı kodumuz o qədər də düzgün deyil. Bunu biz əgər keçmək istəyirsə kodumuzu daha da mükəmməlləşdirməliyik. Biz burada nə gördük? Gördük ki, əvvəlki kodlara nisbətən baxanda sonuncu kodumuz daha çox level keçə bilir. Amma sonunda gördüyünüz kimi uduzduq. Çünki rəqibimizin kodu bizim kodumuzdan daha yaxşı olduğu üçün.